Deməli, uşaqlar, belə bir sual var. P buçuq 3P kvadrat üstəgəl 7 bərabər 0 olarsa 4P üstəgəl 28 böl P kvadrat ifadəsinin qiymətini deyir tapın. Ortaq məxrəcə gətirəcəyəm. Ortaq məxrəc bizə verəcək P kvadratı. Əminə gələcək 4P kubu üstəgəl 28. 4-ü ortaqlıq yuxarıdan çıxarsam P kubu üstəgəl 7 yaranır. Bölünsün P kvadratı. P kubu üstəgəl 7-ni uşaqlar, baxın, bu ifadəni buradan əvəzləyə bilərəm. P kubu üstəgəl 7-ni saxladım sol tərəfdə. Mənfi 3P kvadratını atacağım 0-ın yanına. Olacaq müsbət 3P kvadratı. Aparıb uşaqlar, bu ifadənin yerinə 3P kvadratı qoyacağım. 4 vurulsun 3P kvadratı bölünsün P kvadratı. Cavab qalacaq 12. 50-ci sual. Eyni məntiqli sualdır. Yox, burada 4 yazılmayıb. Eyni məntiq deyil. Baxaq görə nə edə bilərik? 4 var, 16 var. 16 4-ün kvadratıdır. Və məxrəcində x-in kvadratı var. X-in kvadratı nəyin kvadratıdır? X-in. Bunun məxrəcindən uşaqlar x yaranmalıdır. Yəni, misal mən hər tərəfini x-ə bölməliyəm. İpucunu belə tapdım. X-ə bölsəm nə yaranacaq? X üstəgəl 7 çıxılsın 4 böl x bərabər 0. X çıxılsın 4 böl x-i saxlayacağım. Müsbət 7-ni atdım sağ tərəfə və kvadrata yüksəldəcəyim. Uşaqlar, bu ifadə yaransın. Ya bunu kvadrata yüksələcəksən, ya da bu ifadəni müxtəsərini açmalısan. Kvadrata yüksəltsəm, demək nə verəcək bizə? Bərabər mənfi 7 idi. Orta məxrəci gətirib də kvadrata yüksəldə bilərəm. Amma ayrı-ayrı etmək lazımdır. Daha sərfəli olunacaq. Olacaq x-in kvadratı çıxılsın. Bunların hasilin iki misli. 4 böl x səhv yazmışam. 2 vurulsun x vurulsun 4 böl x. Üstəgəl sonucunun kvadratı 16 böl x-in kvadratı. Bərabərdir. Mənfi 7-nin kvadratı 49 eləyəcək. X-dən x-i silsən, x çarparsam. X-in kvadratı üstəgəl 16 böl x-in kvadratı bərabərdir 49. Mənfi 2 vurulsun 4 mənfi 8 eləyəcək. Üstəgəl 8 yazsam alınacaq 57. 53-cü suala baxaq. A kvadrat 2 açılsın onu veribdir. 60 üstəgəl 8 istəyir. Yuxarını açaq görək uşaqlar, nə verəcək bizə? Kubların üstünü açıram. A üstəgəl 2-nin mötəzə kvadratı. Mötəzə kvadratsız açaq. Belə bildiyimiz halda açaq. A kvadratı çıxılsın bunların hasili. Üstəgəl 4. Sonucun kvadratı. Məxrəcdə isə 5 ortaq vurul çıxarsan. A üstəgəl 2 qalmış olacaq. Bunlar ixtisara gedəcək. Və uşaqlar, A kvadrat çıxılsın 2-nın cavabını buradan tapmaq olar. Mənfi onu sağa atsan, A kvadrat çıxılsın 2-nın cavabı 10-a bərabərdir. Gətirib burada vəzimə aparsaq, A kvadrat çıxı 2 ifadəsinin yerinə 10 yazsan, 10-dan 4-ün cəmi 14, bölünsün 5. Cavab hazırdır. 55-ci sual. Bu tip suallarda uşaqlar A və B-yə 2-9 arasından qiymət qoyur dostlarımız. Həmişə ödəmir, çox riskli üsuldur A ilə B-yə qiymət qoymaq. Bərabərsiz üsulunu işləyəcəyim mən bunu. İfadəsindən böyük qiymətini istəyir. Yəni, misalı sadələşdirib sonra aparıb yerinə qiymət qoya bilərsən uzaq başı. Belə aparıb birbaşa misalın yerinə qiymət qoymaq həmişə ödəmir uşaqlar. İlla ki, bu misalda ödəyə bilər və yaxud ödəməyə bilər. Amma əksər misallarda ödəmir. Düzgün cavab alınmır. Ortaqlıq 4-ü çıxarsaq. A üstəgəl B üstəgəl 7 bölünsün A üstəgəl B. Misal əvvəlcə uşaqlar sadələşdirəcəyəm. 4 vurulsun A üstəgəl B bölünsün A üstəgəl B. Üstəgəl həm də bunu bölməliyəm, məcburam. Şərt budur uşaqlar, qayda budur. A üstəgəl B-lər ixtisar gedəcək. Qalacaq 4 üstəgəl 7 bölünsün A üstəgəl B. Aparım da burada yerinə qiymət qoya bilərsən. Burada onsuz da başqa çarən yoxdur ki. İfadəsindən böyük qiymətini istəyir. İki əsl ifadədən böyük cavab alması üçün məxrəcdəki ifadə daha kiçik alınmalıdır. A ilə B-nin yerinə 3-4 qoya bilərəm. Başqa bir şey yoxdur onsuz da burada. 3 üstəgəl 4. 7 böl 7 1 eləyəcək. 4 üstəgəl 1 cavab eləyəcək 5. A və B parametrləri üçün dəyişənin mümkün qiymətlər çoxluğunda bərabərlik həmişə ödənərsə açılsın B fərqini tapan. Uşaqlar, demək burada nə edə bilərəm? Ortaq məxrəcə gətirib solu sağa bərabərləşdirə bilərsən. Və yaxud da ortaq məxrəcə getməmişdən öncə biraz işləri sadələşdirmək olar. Mən bunu qruplara ayırmaq istəyirəm. İlk ikisini qruplaşdıraq görək nəsə verəcək. X-in kvadratını ortaq vuruq çıxarsan bunlardan. Qalacaq x çıxılsın 3. Və buradan isə mənfini çıxarsan. Qalacaq x çıxılsın 3.
Buradan da ortaq vuruq çıxarsam uşaqlar, x çıxılsın 3-ü məxrəcdən danışıram hələ ki. Qalacaq x-in kvadratı çıxılsın 1. Bu oldu bizim məxrəcimiz. Biraz da bunu sadələşdirsəm sənin üçün x çıx 3 və x çıx 1 və x dəqiq 1 olacaq. Yəni məxrəcimiz budur bizim. Yuxarıya görə nə edə bilərik uşaqlar? Yuxarıdan qırmızı rənglə yazım sənin üçün bu ifadədə. Ortaq vuruq 2-ni çıxarsaq, qalacaq 7x-in kvadratı çıx 9x üstəgəl 2. Yuxarıda bax bu 2-ni olduğu kimi saxlayacağım. Bu hissəni isə uşaqlar Türkiyə çayı ilə vuruqlar ayırmağa çalışaq. 7x-in kvadrat alınması üçün 7x x-ə vurmaq lazımdır. 2 alınması üçün 2-ni 1-ə vurmaq lazımdır. Alınması 2 ilə 1-in yerini dəyişərik. 7x-i 1-ə vuranda 7x verəcək. X-i 2-yə vuranda 2x eləyəcək. Və cəmləri -9 verməlidir sizə. -7x və -2x hər ikisinin qarşısına mənfi atmalısan. Demək, sənin bu ifadənin vuruqları 7x çıx 2 və x çıx 1 oldu uşaqlar. X çıxsın bir də x-ə getsə, qalacaq x çıx 3 və x dəqiq 1. Artıq bunun eynidir. Yuxarıda isə bu ifadə var. Gəlin bunun uşaqlar bu hissəsini ortaq məxrəcə gətirim. Çünki bunlar ortaq məxrəcə gətirilmiş halıdır axı. Bu ifadəni ortaq məxrəcə gətirsəm, belə bir şey alınacaq uşaqlar ortaq məxrəcə gətirsəm, aşağını vurub açmıram. Ehtiyac yoxdur, aşağı olduğu kimi qalsın. Yuxarıma vurub açmalıyam. Ax üstəgəl a üstəgəl bx çıx 3b. Misalın cavabı isə məxrəcdə x çıx 3 var. X üstəgəl 1 var. Yuxarı isə 2 vurulsun. 7x çıx 2-dir. Gəlin buna vurub açaq. Olsun 14x çıx 4. Məxrəclər uşaqlar eyni donsuzda. Bizə deyirdi bərabərlik həmişə ödənərsə. Yuxarıya bərabərləşdirəcəyəm. Yanında x olanlar uşaqlar buradan yığışdırsam bir yerə. X ortaq vuruq çıxarsam, yəni qalacaq a üstəgəl b. Üstəgəl a çıxılsın 3b. Misalın cavabı 14x çıxılsın 4 o bərabər oldu. Sol tərəfdə x-in əmsalı a üstəgəl b-dir. Sağ tərəfdə x-in əmsalı 14-dür. Belə çıxır ki, a üstəgəl b-nin cavabı 14 olmalıdır. Sol tərəfdə sərbəst hədd a çıxılsın 3b-dir. Sağ tərəfdə isə sərbəst hədd -4-dür. Bunları altıda qoyub uşaqlar üstümə girəcəyəm. Tərəf-tərəfə çıxsam, B-dən -3b-ni çıxsam uşaqlar, baxın, ən çox edilən səhvdir. Bu mənfi gəlib dəyib, mənfi olacaq müsbət 3b, yəni 4b yaranacaq. Həmçinin bu mənfi gəlib dəyəcək, bura olacaq 18. B-nin cavabına qaldı 18 bölü 4. 4.5 eləyəcək burasının cavabı. Məndən nə istəyir bu? A çıxılsın B-ni istəyir. Apar burada B-nin yerinə 4.5 qoysan, A-nın cavabına qalacaq 14 çıx 4,5. 9,5 verəcək və A çıxılsın B-ni istəyir. 9,5-dən çıxacaqsan 4,5-ə. Cavab qalacaq 5. 59-cu sual. Olarsa belə bir ifadə uşaqlar istəyibdir. Bir burada var, həmçinin burada var. Burada məxrəcində x var uşaqlar. Mən də məxrəcini x-ə böləcəyəm. Təbii ki, misalın bir tərəfini x-ə bölürsənsə, hər bir həddində bölmək məcburiyyətindəsən. Böldüm qaldı x, çıxılsın 3, üstəgəl 1 bölü x bərabər. Təbii ki, burada x-də 0-da bölməliyik uşaqlar. O da onsuz dəyişməyəcək. Misalı sadə hala gətirsəm, x üstəgəl 1 bölü x bərabər olacaq müsbət 3-ə. Yəni, sən artıq bu ilə bunun cavabını bilirsən 3-dür. Bir də bu ifadənin cavabına baxsam, x-in kvadratı, bunu da kvadrat üstədə bilərsən və yaxud mən bunu açmaq istəyirəm. X-in kvadratı üstəgəl 1 bölü x-in kvadratı bərabərdir. X üstəgəl 1 bölü x-in kvadratı çıxılsın 2 vurulsun, x vurulsun 1 bölü x. Bunun cavabını artıq 3 bilirsən, kvadratı 9 verəcək. İkisini çıxacaqsan 7 eləyəcək. Bu ilə bunun cəmi 3 idi. Üstəgəl 7, cavab eləyəcək 10. 61-ci sualda sadələşdirmə işlərdir. B üstü 4 üstəgəl 4-ü açmalısın A kvadratı üstəgəl B kvadratı vasitəsilə. Evet, təbii ki, bunu bənz etmək lazımdır. B üstü 4-ü yazaram B üstü 2-nin kvadratı. Üstəgəl 4-ün əvəzinə yazaram 2-nin kvadratı. Və yuxarı sənə verəcək B kvadratı üstəgəl 2-nin mötərizə kvadratı. Bu düstur açdım uşaqlar. Çıxılsın 2 vurulsun, birinci vurulsun, ikinci. Məxrəcdə isə B kvadratı üstəgəl 2B üstəgəl 2 var. Demək, nə olacaq? B kvadratı üstəgəl 2-nin mötərizə kvadratı çıxılsın 4B kvadratı. Məxrəcə toxunmuram uşaqlar hələ ki. Bu da həmçinin A kvadratı çıx B kvadratı üstünə bənzəyir. Kvadratlara bax. Buranı qoy 2B-nin kvadratı yazım.
daha yaxşı hesablayaq. A kvadrat çıxıb B kvadrat necə açılırdı? Bir dəfə toplanması toplansın 2B. Bir dəfə isə uşaqlar təbii ki mötərizəyə toxunmursan ha. Buradakı işarə dəyişiləcək. Bir dəfə müsbət, bir dəfə mənfi olacaq. Demək necə olacaq? B kvadrat üstəgəl 2, bir dəfə də çıxılsın 2B. Məxəci siz uşaqlar görürsünüz. Qoyun yazım. B kvadrat üstəgəl 2B üstəgəl 2 var. Getdi. Cavab qaldı B kvadratı üstəgəl 2 çıxılsın 2B. B kvadratı üstəgəl 2 çıxılsın 2B. Apap yerinə birbaşa qoyarsan, mən biraz dəyişiklik etmək istəyirəm. 2-ni parçalayacağam. Bax bu 2-ni parçaladım bir üstəgəl 1 olaraq. B çıxılsın 1-in kvadratı yarandı burada. Bax bu hissə B çıxılsın 1-in kvadratı verib də üstəgəl 1-imiz var. 11 çox 1 10 kvadratı 100 üstəgəl 1 eləcək 101. Apar birbaşa burada yerinə qoya bilərdən. Rəqəm çox da pis rəqəm deyildi. Bundan bayaq işləmişik. Yenisi demək olar ki, bunu işləməyəcəyəm. Və deyir ki, A parametrin müəyyən qiymətləri üçün AX var üstəgəl 3, AX üstəgəl 4x çıxalta nəsə ifadəsi ixtisar olunan rasional kəsir desə. İxtisar olunan rasional kəsir uşaqlar, yəni bu deməkdir ki, ixtisar gedəcək də, yəni belə deyək, tam ixtisar gedəcək daha doğrusu. X çıxılsın 1 ilə x çıxılsın 2 ifadəsi ixtisar olunacaq. Yəni, tam olaraq məğzi budur. Yuxarıda da demək x çıxılsın 1 yaranmalıdır ki, ixtisar getsin. Həmçinin x çıx 2 yaranmalıdır ki, ixtisar getsin uşaqlar. Bu o deməkdir ki, yuxarıda x çıx 1-nin yaranması nə deməkdir? Bax, bu uzun ifadə var ha. Bu ifadənin vuruqlarından biri, sən bu ifadəni vuruqlara ayırsan, x çıxılsın 1 yaranacaq biri. Biri isə x çıxılsın 2 yaranmalıdır. Adınıza sağlın qələt qaydasını. Qələt qaydası necə idi? İfadənin özünü sıfıra çevirən x-lər misalın vuruqlarına sıfıra çevirməyi bacarır. Və yaxud da misalın vuruqlarını sıfıra çevirən x-lər, hansı ki burada 1-dir, o birisi isə 2-dir. X-in 1 cavabı ödəyəcək, bir də x-in 2 cavabı ödəyəcək. Ona bu ifadənin özünün də cavabını sıfıra çevirməyi bacaracaq. Bunun vasitəsilə mən A-ları tapacağam uşaqlar. Çünki A-nın bir dənə qiyməti yoxdur, özü deyir, A parametrin müəyyən qiymətləri üçün. A-nın 2 cür qiyməti çıxmalıdır. Davay gəlin yerinə qoyaq, hesablayaq. X-inə birinci 1 qoyuram uşaqlar. Burada aparıb yerinə qoyacağam. A vurulsun x-in kvadratı, yəni A vurulsun 1. Üstəgəl 3 vurulsun A vurulsun 1. Üstəgəl 4 vurulsun 1 və çıxılsın 6 bərabər 0. A 3A çıxalta 4A çıxalta mənfi 2A üstəgəl 4 bərabər 0-dır. Mənfi 2A bərabər mənfi 4-dür. A-nın cavabına qaldı ki, bir dəfə də uşaqlar x-dən yenə 2 qoymaq lazımdır. A vurulsun 4, üstəgəl 6A, üstəgəl 8, çıxılsın 6A, misalın cavabı 0 olmalıdır. 4A bərabər 8 atdıq bu tərəfə, mənfi 8, A-nın yerinə qalacaq mənfi 2. A-nın 2 cür qiyməti var. Mənə deyir ki, ifadəsi ixtisar olunarsa, rasional kəsir olarsa, yəni artıq biz bu cümləni həll eləmişik. İxtisardan sonra x bərabər 3 olduqda ifadəni ala biləcək qiymətlərin cəmi. Bundan sonra bir dəfə A-nın yerinə 2 qoyacaqsan, bir dəfə A-nın yerinə, x yerinə 3 qoyacaqsan, misalın cavabını hesablayacaqsan. Digərdə də A-nın yerinə mənfi 2 qoyub hesablayacaq. Davay gedək vaxt itirmədən. 4 vurulsun x-in kvadratı, yəni 9. Aparıb burada uşaqlar ümumi olaraq qoymalısınız. Üstəgəl 3 vurulsun A-ya misalı 2-dir. X-dən misalı 3-dür üstəgəl. 4 vurulsun 3, çıxılsın 6 vurulsun A-ya misalı 2-dir. Bölünsün uşaqlar məxrəci var. X-dən 1-in çıxanda, yəni 3-dən 1-in çıxanda 2, 3-dən 2-in çıxanda 1 eləyəcək. Bunu hesablayacaqsan. 36 burada 18 eləyir. 4 vur 9 düz yazmışıq mı? Aha. 36 üstəgəl 18 üstəgəl 12 çıx 12. 12'lər getdi. Mən burada anda karta yükseltmişəm. Deyirəm, axırısı səhv var. 4 vurulsun 9 yox. 2 vur 9. Bu da 18 verəcək. Bölünsün 2 var. 36 bölü 2 18 eləyəcək. Bir də uşaqlar x-lərin yenə 3 qoyub, daha doğrusu A-ların yenə mənfi 2 qoysam, ehtiyatlı olaq. Mənfi 2 vurulsun 9. Üstəgəl 3 vurulsun A-ya misalı mənfi 2-dir. X-in yenə 3 qoyacaqsan. Üstəgəl 4 vurulsun x-in yenə 3 qoyacaqsan. Çıxılsın 6 vurulsun mənfi 2. Məxrəc unutmamaq xahiş edirəm. X yenə 3 qoyanda yenə eyni məxrəc yaranacaqdır. Onsuz da 2 vurulsun 1 eləyəcək. Mənfi 18. Üzrü sayın. Mənfi 18 demək. Mənfi 18. Çıxılsın 18. Üstəgəl 12. Üstəgəl 12. Aha. 24.
-36 üstəgəl 24. Məxrəcini yazmamışam, unutmayaq. -12-nin yarısı -6 eləyəcək. Deyir, ifadənin alabiləcək qiymətlərinin cəmini tapın. 18 ilə -6-nın cəmi eləyəcək. Cavab 12. Bunu silmişəm. Belə bir sual var uşaqlar. Yəni bunlardan biz birini işləyək. Məsəl üçün bunu işləyək. Yer uyğunluğu müəyyən eləyin. Baxırsan, misalda 2 var, 4 var, 2 var, 1 var, 4 var. 1 təbii ki, buna uyğun olacaq. 2 və 4-lərdə buna uyğun olacaq. Sadə 2 olanda sadə A var. 4 olanda isə A kvartı var. Yəni bu artıq sənə ipucu verməlidir ki, 2-nin məxrəcində səndə A yaranmalıdır. Həmçinin bu misal işləməyə çalışsan, burada məxrəcdə A yaranmalıdır buna görə. Yəni misalın mənasını belə eləyir. Biz bayaq buna bir dənə misal işləmişik. Hər tərəfi A-ya böldük, həmçinin 0-da bölməliyik. Burada 0 olmasa başqa qiymət olsaydı, həmin o qiymətdə bölməliydin. Yəni misalın hər tərəfini eyni bölüdə vurub və ya bölə bilərsən. Qalacaq A çıxılsın 4 üstəgəl 2 böl A, 0-aya bölsən 0 eləyəcək. A üstəgəl 2 böl A bərabər 4-ə. Var o versiya? Var. 3-ə getdi A bəndi. Bir də uşaqlar hər ehtimala kvarta hissədə baxaq. Olacaq A kvadratı. Üstəgəl bunların hasilini kimi istilim. A vurulsun 2 bölünsün A. Üstəgəl sonucunun kvadratı 4 böl A kvadratı bərabər olacaq 16-ya. Bunlar getdi. Qaldı A kvadratı üstəgəl 4 böl A kvadratı. 2-ni atsaq bu tərəfə. 2-ni yox. 2 vur 2-ni. 16 çıx 4 12 eləyəcək. 12 Y bəndi qalacaq. Qurtardım. Bitti. Uğurlar uşaqlar.